Əziz dostlar, 69-cu testdən baxalım. Dədə Ozan varsaq ifadələri aşağıdakılar nümunələrdən hansını aid etmək olar? Dastanlara, çünki onlar dastan qoşurlar, aşıqlara aiddir. Uyğunsuzluğu göstərin. Atalar sözü 131 bit, düzdür. Məsəl, doyan o rəhmətli kim olar, düzdür. Atalar sözü dostlar gününə tanınır, düzdür. Məsəl, dava yorğan davasıdır, düzdür. Atalar sözü mıxı mismara döndərən var, bu məsəldir. Deməli, səhv E variantıdır. Fərqli olan seçək. Lal dinməz oyun, dəyirman oyun, dəsmalı ver oyun, ustu oyun, qaragilə mahnıdır. Aşağıdakı fikirlərdən hansı epik növün heç bir janrına aid etmək olmaz? Ustadnamə ilə başlayıb duvaq qapma ilə bitir. Bu dastana aiddir. Çünki dastan da bilirik epik lirik növə aiddir. Yəni yekunda epik növə aiddir. Buna aid eləmək olur. Obrazlı təfəkkür, tənqidi düşüncə bu tapmacaya aid olmalıdır. Tarixən baş vermiş real həyat hadisələri zəminində yaranır. Rəvayətlər ola bilər. Ağlasığmaz, möcüzəli, fantastik əfsanə ola bilər. Şiva xalq ədəbiyyatının ən qədim janrları əmək nəğmələridir. Əmək nəğmələri. Əmək nəğmələri də lirik növə daxildir. Deməli, səhv fikir E variantıdır. Birinci, ikinci misralar, sonraki iki misra söylənəcək fikir üçün zəmin yaradır. Bu bizdən bayatını soruşur. Tərənnümdən istifadə olunmuşdur. Məzmunca iki yerə bölünür. Təhkiyədən istifadə olunur. Nəzm və nəsr hissələrdən ibarətdir. Dastan olar. Düzdür. Bunları daha çox aşıqlar oxuyur. Aşıqlar dastanlar deyir. Dastanda da nə olur? Dastanda da qəhrəmanlıq dastanında qəhrəmanlıq nəğmələri olur. Bu janrı əzləmə də deyilir. Əzləmə, oxşama, nazlama və yaxud da dediyimiz kimi nazlama da deyə bilərlər. Nazlama. Əfsanə haqqında yanlış fikri seçin. İnsanın daşa, heyvana sevrilməsi əfsanələrin digər epik əsərlərdən fərqləndirən səciyyəvi cəhətlərdən də düzdür. Bizdən yanlışı soruşur. Əfsanələrin hamısı özünə məxsus başlanğıcı olur. Bu nağılların özünə məxsus başlanğıcı olur. Nağıllarda olur. Məsələn, hamam içində, xəlbir saman içində, dəvə dəlləkli yeyirlər, köhnə hamam içində, qarışqa minib çay keçdim, yaba ilə doğğa içdim və s. bu kimi pişrovlardır, başlanğıclar deyirlər də, onlarla başlaya bilər. Heyvan və quş yer adları ilə, tayfa adları ilə bağlı əfsanələr mövcuddur, düzdür. Ətraf aləm canlı aləm kimi dərk edilir, düzdür. Epik növün janrı düzdür. Deyir, verilmiş nümunələri sıralayın. Qodu nədir? Nəğmədir. Qaragilə mahnıdır. Tomris rəvayətdir. Uçtu da oyundur. Oyun. Deməli, nəğmə, mahnı, rəvayət, oyun. D variantı. Şiva xalq ədəbiyyatında olan heyvanlar haqqında nağıllar yazı ədəbiyyatda olan hansı janrı xatırladır? Təmsilləri xatırladır. Çünki təmsillərdə də heyvanlar şəxsləndirmələri var. Onlar insan kimi danışırlar və s. Allegoriyada bir sözlə belə deyək ki, allegoriya var. Xalq oyunu ilə bağlı səhv fikri müəyyənləşdirin. Dramatik növün janrıdır. Sənətin bir neçə sahəsinin, musiqinin, rəqsi, şeiri, aktyorluğu. Bəli, oyun varsa o da aktyorluq da olmalıdır. Bu harca bilavasitə aşıq yaradıcılarına oxşuyur özdə. Oturaq və hərəkətli olaraq iki yerə bölünür. Başqalarını göstərmək üçün icra olunur. Xeyr, oyunlar başqalarını göstərmək üçün yox. Oyunlar uşaqların fiziki bacarıqlarını, yaradıcılıqlarını inkişaf etdirməyə xidmət edir. Başqalarını göstərmək üçün tamaşalardır. Səhnələşdirilmiş, məsələn, dini tamaşalar da var, şəbihlərdir. Bunlar başqalarını göstərmək üçün icra oluna bilər. Çünki əslində dramatik növdə əyani göstərmə əsasdır. Amma oyunlarda başqalarını göstərmək fikri yoxdur. Uçtu, dəyirman, xalq oyunlarıdır, düzdür. Deməli, cavabımız, səhv cavabımız D variantıdır. Daha çox məhərrəmlik ayələri ilə olur, şəbihlər. Verilmiş şifa xalq ədəbiyyatı nümunələrinin həcminə görə böyükdən kiçiyə. Deməli, birinci dastan gələcək, çünki ən böyük dastandır. Sonra nağıllar gəlir, sonra lətifələr ölçüsünə görə böyükdür. Ən kiçik də atalar sözüdür. 4, 1, 3, 2 D variantı. Sinkveyn. Sinkveyn də deməli, sinkveynin quruluşu belədir. Bir isim, sonra ona aid 2 dənə sifət, sonra 3 dənə feil, qısa yazım, 3 feil, sonra
4 sözdən ibarət cümlə, sonra bir dənə isim olacaq. Yekunda bir dənə isim olacaq. Gəl baxırıq. Deməli, birinci Əhməd. Əhməd necə biri idi? Ağıllı və tərbiyəli. Deməli, Əhmədin aid 2 dənə sifət işlətdik. Sonra Əhməd məsləhət alır, cavab verir, xilas edir. D variantı. Sonra ağıl insana baş ucalığı gətirir və beləliklə nə qazanır? Qalibiyyət qazanmış olur. Deməli, üzr istəyirəm, E-A-D-C-B. E-A-D-C-B olur. Deməli, C variantımız olacaq.